Hər vaxtınız xeyir olsun dəyərli şagirdlər, hər birinizi salamlayıram. Bugün sizlərlə birlikdə Arximed kübəsinə dair maraqlı bir sual tipini incələyirik. Vaxt itirmədən başlayaq. Deyir ki, sıxlığı 800 kiloqram bölmüş kub metr olan bir cins kürə qabdakı suyun dibinə salınıb sərbəst buraxılarsa hansı təcrüblə yuxarıya qalxar? Deməli bir qab var, içərisində su yığmışıq. Qabın dibinə həmin o kürəciyi salırıq və əlimizi buraxdığımız anda kürəcik qabın səthinə doğru hərəkətləməyə başlayır. Bizdən də soruşur ki, o hansı təcrüblə hərəkət edə bilər? Aha. Gəlin bir qab təsəvvür edək. Mümkün qədər səliqəli çəkməyə çalışıram. Qab biraz böyük hissədə oldu. Deyəsən yaxşı oldu. İçərisində su var və həmin qabın içərisinə bir cisim daxil etmişik. Nəzərə alaq ki, suyun müqavimətini biz hesaba qatmırıq. Bu kürəciyə kim təsir edir? Hansı qüvvə təsir edir? 1. Ağırlıq qüvvəsi, mg. Bir də, dəyərli dostlar, onu yuxarıya çəkən, onu yuxarıya çağıran Arximed qüvvəsi. Doğrudur mu? 2 dənə qüvvə təsir göstərir. İndi, deyir, cisim hansı təcillə yuxarıya qalxar? Deməli, təcillə hərəkət varsa və təcil də yuxarıdırsa, deməli, onun qardaşı olan əvəzləyici qüvvə də, yəni EMA da yuxarıdır. Düzdür? Gəlin bir məsələyə diqqətlə yanaşaq. Biz demişdik ki, abituriyentlər burada səhv edir. Biz demişdik ki, qüvvələr eyni istiqamətdə, yönəldikdə nə edirik? Onları toplayırıq. EMA üstə gəlmiş Arximed bərabərdə nə bilim mg-yə. Abituriyentlərimiz belə yazılır. Və bu kəskin şəkildə yanlışdır. EMA nəticədir. EMA nədir? Nəticədir. EMA-nı Arximedlə və yaxud da mg-lə, EMA-nı ümumiyyətlə heç nə ilə toplayıb çıxmaq olmaz. Niyə? Çünki o nəticədir. Məsələn, 5 üstə gəlir ki, bərabər 7. 7 nədir? Nəticədir. Mən 5-i 7 ilə mi topladım? Yox. 2-ni 7 ilə mi topladım? Yox. 2 ilə 5 topladım, 7. Nəticə əmələ gəlir. İndi, burada da 2 dənə qüvvəmiz var. Bir yerə gəliblər, görüşüblər, dalaşıblar, barışıblar, nəticəyə bir dənə EMA meydana gəlirdi. O zaman mən EMA-nı necə tapa bilərəm? EMA bərabərdir. Müəllim, 2 dənə əks qüvvədə bir-birindən çıxılır. Böyükdən kiçik çıxılır. Düz deyirsən. Amma burada hansı böyükdür, hansı kiçikdir? Bunu nətər bilə bilərik? Uşaqlar, cisim neyinir? Yuxarı qalxır. Cismi aşağıya çəkir mg, deyir gəl getdik aşağı. Arximed yuxarı, deyir gəl getdik yuxarı. Cisim neyinir? Yuxarı qalxır. Kimin sözünə qulaq asır? Böyüyün. Deməli, Arximed mg-dən nə imiş? Böyük imiş. O zaman böyük qüvvədən Arximed qüvvəsindən mg-ni çıxaraq. Artıq məsələnin kökü həll olundu. Getdik. Arximed qüvvəsinə dair belə bir düsturumuz var. mg romayı böl rho cisim və bir də yerə görə təkrar şəkildə yazıram. Arximedin yerinə bu ifadəni qoyuram. mg-lər qaçdılar mörtəzədən kənara. EMA bərabərdir. mg-lər mörtəzədən kənarda. Qaldı nə? Romayı böl rho cisim. Buradakı mg-də çıxıb axı çölə. Qaldı nə? 1. Müəllim, əlimizdə kütlə yoxdur. Vay. Qorxma. Mlər getdi. A bərabərdir. J vurmuş bu ifadə. Yəni A bərabərdir. 10 vurulmuş. Romayımız neçədir? 800. Yox. Rho suyumuz neçədir? 1000. Böl 800. Minus 1. 1 tam %25. Çıx 1. 0 tam %25. Vur 10. 2 tam onda 5. 2 tam onda 5. Metr böl saniyənin kvadratı. Yekə bilənə nöqtə. Məsələ artıq hazır. Neynədik? Qüvvələr təsvir elədik. Başa düşdük ki, EMA nəticədir. EMA-nı toplayıb çıxmaq olmaz. Nəticə bərabərdir. Nəyinsə fərqinə ya da nəyinsə cəbinə. Əks istiqamətdə nə oldu? Çıxıldı. Böyükdən kiçiyi yoxsa kiçikdən böyüyü? Təbii ki, həmişə böyükdən kiçiyi. İndi böyük kimdir, kiçik kimdir? Cisim neyinir? Yuxarı qalxar. Yuxarı qaldıran kimdir? Arximed. Deməli, o daha böyükdür. mg-yə qalib gəldi. Baxırdıq mg romayı böl rho cisim. Mlər getdi. Yerində qoyduğumuz ifadənin cavabını tapdıq. İndi, məsələni artıq bitirmiş ya, əlavə söhbət edirəm sizlə. Sizə sabah bu sual düşdü və dedi ki,
Cisim həqiqətən də yuxarı qalxarmı? Fikrinizi əsaslandırın. Həqiqətən də yuxarı qalxarmı cisim? Bəli, qalxar. Və yaxud da xeyr, qalxmaz. Niyə? Bunu əsaslandırmaq lazımdır. İndi mən fikir verirəm ki, cismin sıxlığı nə qədərdir? Rho cisim nə qədərdir? 800. İndi vahdəni demirəm. Mayenin sıxlığı nədir? 1000. Kimin sıxlığı böyükdür? Mayenin. Cismin sıxlığı mayenin sıxlığından kiçikdirsə, o onun səthində üzər və yaxud da daxilində üzər. Yəni dibində qalmaz da, batmaz da, düzdür? Yuxarıya doğru hərəkət olacaqdır deməkdir, dəyərli dostlar. Bunu həm də dedim ki, həm fikrinizi əsaslandırın, tipli sualları cavablaya bilərsiniz, həm məsələni daha dərindən dərk edəsiniz. Hə, filan şeyə görə sən demə, bu yuxarı qalxarmış. Belə dəyərli dostlar, bugün də belə bir məsələni sizlərlə nöqtələmiş olduq. Sağ olun, salavat qalın.